Əlbəttə ki, çox böyük bir, çox gözəl bir duyğudur və bu duyğuları yaşaya bildiyim üçün, birə-bir təcrübə elədiyim üçün özümü həqiqətən çox şanslı hesab edirəm. Dünyanın ən hündür zirvəsi olan Everestdə çantamdan Azərbaycan bayrağını götürmək və 2-3 qat əlcəkdə hiss eləməyərək o bayraqdan möhkəm-möhkəm yapışmaq ki, orada bir şəkil çəkdirmək və Azərbaycanlı olduğumu dilə gətirmək, bu mənim üçün ən qürurverici an idi və belə bir tarixi hadisə ilə də üst-üstə düşməsi mənim üçün 2 qat həyəcan vericidir və 2 qat gözəl duyğular yaşadır. Çox zaman sual verirlər ki, sən orada yəqin ki, öz, nə bilim, evi düşündün, övladlarını düşündün. Çox qəribədir. Mən istəyərdim mənim övladlarım da gəlib mənim gözümün qabağından keçsin. Amma bayraq həqiqətən başqa bir duyğuymuş və görünür ki, bugünə qədər mənim elə bir şansım, elə bir mühit olmayıb ki, mən o duyğuları yaşayayım. Mən bayraqla dünyanın ən hündür zirvəsinin tam nöqtəsində birə-bir üz-üzə gəldim. Göz-gözə gəldim. İlk dəfə elə bir ki, yenidən mən öz bayrağıma aşiq oldum. 6000-ə gedəndən sonra dedim, görəsən 7000-lik zirvə insana nə deyir? Və bax, belə getdikcə artıq başa düşdüm ki, yox, yəni Everest özü mənim qəlbimə dolmağa başladı. Mən hər gün onun üçün çalışdım, mən onun üçün hər saniyə çalışdım və həqiqətən mən o zirvə üçün çox zəhmət çəkmişəm və zəhmətimin nəticəsini də gördüm, çox şükür. Vəfa, sən yorulmusan yoxsa yox? Mən bu sualı özümə verdim. Öz cavabım bu oldu. Sakitcə, yox. Sən ikinci zirvəni edə bilərsən, yoxsa edə bilmərsən? Yenə də özümə cavab verirəm ki, edə bilərəm. Yəni mən buna hazıram. Azərbaycana yeni bir şey aparım. Bura qədər gəlmişəm. Gücümə biraz da güc qatım, biraz da möhkəm dayanım və ikinci 8000-liyi eləyim və həqiqətən də qadın olaraq eyni mövsümdə 2 8000-liyi vuran çox az sayda idmançılar var. Çadırda tək qalırdım. Hər dəfə içəri girəndə, axşam yatmağa girəndə bir bilsəz necə soyuqdur. Bir bilsəz necə soyuqdur və doğrudan da orada içəri girəndə hər dəfə bir bangin adını görəndə, hər dəfə bayrağımızı görəndə qəlbim sinirdi. Deyirdim ki, mən tək deyiləm də, mənlə bərabər insanlar var. Mənim heç tanımadığım bir uşaq, heç tanımıram, mən bilmirəm o kimdir. Məni onu video ilə çəkib göndərmişdilər. Vəfa xala, biz inanırıq ki, siz bunu eləyəcəksiniz. Qulağımdan getmirdi onun səsi ki, Vəfa xala, biz sənə inanırıq, biz sənə inanırıq. Buradan izləyən bizi xanımlar, qızlar, qadınlar, analar, istədiyinizdən siz əmin dayanandan sonra sizin qarşınızda heç bir qüvvə, heç bir maneə ola bilməz. Siz mütləq şəkildə ona çatacaqsınız.